Salam dəyərli izləyicilər, əziz tələbələr və şagirdlər. Bugün sizinlə yenidən riyaziyyat severlər rubrikasında görüşürük və sizə müxtəlif tipli məsələlər və təlimlər həll edəcəm. Məsələ 1. 1, 2, 3, 4, 5, 6 rəqəmlərindən rəqəmləri təkrarlanmayan və 5-6 rəqəmlərinin yanaşı yazıldığı neçə 6 rəqəmli ədəd düzəltmək olar? Həlli. Bizə verilir 6 rəqəm 1, 2, 3, 4, 5, 6. Bunların sayı 6'dır. Deməli, rəqəmləri təkrarlanmayan sözünün mənası odur ki, burada nizamlı qayda ilə yer dəyişmək olur. Təkrarsız permütasiyadan istifadə etmək lazımdır. Və bir də qeyd eləyək ki, 5-6 rəqəmi yanaşı olmalıdır. 5-6 rəqəmi yanaşı olanda o kisib bir rəqəm sayılır. Deməli, nə ola bilər? 5, 6 yanaşı. Bir də 6, 5. Belə deyək. 6, 5 ola bilər. Deməli, onda bunların yer dəyişməsi permütasiya 2 olar. Təkrarsız permütasiya ilə. Pn də bilirsiniz ki, bərabərdir n faktorial. Və 1, 2, 3, 4. Bu da bir rəqəm sayıldığından 5 rəqəm sayılır. Onda yer dəyişmələr olacaq P5, 5 rəqəm kimi olan haldakı yer dəyişmələr. Vurma prinsipinə görə bütün yer dəyişmələr sayı P2 vuraq P5'ə bərabər olur. P2 də 2 faktorial vurulsun 5 faktorial bərabər 2 faktorial 2, 5 faktorial 1, 2, 3, 4, 5. Bildiyiniz kimi 5 faktorialın qiyməti də bu ifadə 120'dir. 2 vuraq 120. Bu da bərabərdir 240. Deməli 1, 2, 3, 4, 5, 6 rəqəmlərindən rəqəmləri təkrarlanmayan və 5-6 rəqəmlərinin yanaşı yazıldığı 6 rəqəmli ədədlərin sayı 240 olur.